Çakra nöqtələri, refleksoterapiya və ya akupunktura ənənəvi Çin təbabətinin bir qolu. Bu, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə iynələrin batırılması yolu ilə həyata keçirilən terapiya növüdür. Ölkəmizdə də bu sahədə peşəkarlaşan insanlar var, lakin akupunkturanı istənilən şəxs edə bilməz. Bunun üçün tibbi biliklər mütləqdir. Bədəndə 12 dənə əsas meridyan var, 2 əlavə meridyan var. Bu əsas meridyan, əlavə meridyanlarda çoxlu bioloji aktiv nöqtələr var. Bu nöqtələrdə hər orqanı innervasiya edən enerjilər var. Bu enerjilər hansı orqanda çox olanda xəstədə hansı şikayətlər olur, biz onu bilirik. Hazırda Çində, Yaponiyada, Koreyada akupunktura xroniki xəstəliklərin müalicəsində də tətbiq olunur. Sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə edilir. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırma üsuluna müraciət edirlər. Terapiyanın bu növünə daha çox baş, bel ağrıları, miqrenin müalicəsi, anesteziya zamanı üstünlük verilir. Elə bura gəlmişkən qərar verdim ki, bir seans müalicə məndə alım. Məndə hazırda xıqu nöqtəsinə toxunulacaq. Mütəxəssislər bildirirlər ki, bu nöqtə insan orqanizmində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Diş ağrıları, baş ağrıları, sinir xəstəlikləri, yuxusuzluq və s. Mütəxəssis problemdən asılı olaraq iynələri lazım olan nöqtələrə və dərinliyə batırır. İnsan bu zaman cüzi və qısa müddətli ağrı hiss edə bilər. Seans zamanı 6-12 iynə istifadə olunur. Bütün iynələr yerləşdirildikdən sonra həkim müalicəvi təsiri gücləndirmək üçün onları tərpətməyə və çevirməyə başlayır. Əslində bu yaşlıların xəstəliyidir, ancaq cavan uşaqlarda da görürsünüz ki, bu sindrom əmələ gəlir. Əllərdə keymə, uyuşma, ağrılar, ağırlıq hissləri olur. Bu çox vaxtı karpal tunel deyirlər. 3 barmaq, baş barmaq, ikinci bir şəhadət barmaq, bir də onun yanındakı barmağın əksərən yarısı elə bir ki, keyləşir. Müalicə kursunun müddəti və miqdarı həkim tərəfindən individual təyin edilir. Bir kurs əsasən 10-12 seansdan ibarət olur. Bəzi sümük əzələ sistemi xəstəliklərində quru iynə müalicəsi effektiv olmadığı təqdirdə məşq, fiziki terapiya və elektroterapiya ilə birləşdirilə bilər. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.